Salam değerli dostlar, değerli izleyiciler. Dünənlərin gecə yarısı canlı açıblar 2 dənə saxtakarlar, dələduzlar, reketlər, maşenniklər, şantajörlər. Pərvin Abuşova, İfadə Cəfərzadə canlı açıb bizi təhqir edirlər. Təhqir edən şəxslərdən də mən, Fərqanə Muradova, Zar Prest və Fatimə xanım var. Gör Fatimə xanım bizə yem yedizdirir. Başa düşmədim. Biz sənik ki, yerə cəmaatı şantaj edib bunu alaq. Vətəndaş şikayəti var, gedib çəkirəm. Özə səndən şikayət edirlər ki, gəlib bizi şantaj edib, şəxsi şəkillərimizdən şantaj edib, bizdən pul tələb edirlər. Az, mən siz deyiləm, ağaçların dalına düşüm, ağac çəkib. Damatın obyektlərini dalına düşüm, obyekt çəkib. Damatın kişilərini dalına düşüm, kurçokuma keçirdim. Aparım evimə soxulum. Yeyim, içim, kef edim, yalandan da deyim. Nikahlı ərimdir. Sənin nikahın var. Ay Pərvin. Cəmaatın ərinə ərim deyirsən. Biya utanmırsan sən. Buna biabırçılıq deyir. Yaxşı kişi olsaydı sənə elə aparardı. İllərdir bir yerdə yeyib içib hallanıb kef edirsiniz. Niyə sən almırdı? Alardı da. Nə ərim az, nə ərim. Ay ifadə, 5 uşağın var ələsi bir kişidən. Hani sənin uşaqların atası? Hani o xaricdə oturan biç balanın atası? Başqa kişilərin adına yazdırmaqla uşağın atası da var. Sən özün bilmirsən onu kimdən peydahlamısan? Sən kimə gəlirsən? Saçam mən Fərqanə Muradovanı çəkmişəm az. Nə bilim, montaj eləmişəm az. Haçan mənim ağzımın üstündən Pərvin Abuşova yumruq qoymusan. Səndə o cəsarət var mənə yumruq qoyasan. Sən ölsən, səni sıxsam ancaq araq tökülər. Sən kimsən ki, az mənim üstümə mənə yumruq qoymusan. Yadından çıxıb o idarədə olduğu tema. Köynəksiz qalmışdın. Ay maşennik, az ifadə. Səsini kəs, Nazimin səslərini qoyaram ortalığa. Eşitdin dələduz. Deyirəm, nə axşam dədənizə od qoymuşam. O tualetdə ölən narkoman qardaşıva od qoymuşam. Küçələrdə qalmışlar. Hərəniz bir kişidən bir dünyaya uşaq gətirmişsiniz. Bicoklar. Nə bilim, kətdən bazadan qovulanlar. Az, nə vaxt mən qaziləri tutturmuşam. Qazilərin, veteranların, payların yanındayam. Gücüm çatdığı qədər də yanında olacağım. Siz kimsiniz? Siz haradasınız? Mən imtiyazlı ailəyəm. Prezident təqaüdçüsü mənim atam. Müdafiə Nazirliyinin zabit olub mənim atam. Sizin ki, atanız kimdir az? Vətən uğrunda can qoyub, döyüşlərdə can qoyub mənim atam. Sizin atanız kimdir az? Alkaşlar, mamarrazalar. Villa tutub evimdə kişilərlə qızlar görüşdürmürəm. Cəmaatın qızlarına dil uzatmıram. Xalqın kişilərini evimə soxub, mürəbbəli çay verib, varın mülkünü əlindən almıram. Cəmaatı şantaj edib, altıma dırınqilet maşınları almıram. Ailəniz yoxdur. Bədi baxsınız. Küçədə qalmış qadınlar. Vaxtınıza az qalıb. Başa düşdünüz? Biriniz alkaş, biriniz də baş tutan bicoklar, bic doğanlar.